Bir kasıb qız var imiş, bu küçədə oturub ayaqqabı boyamaqla özünə pul qazanırmış. Bir gün bir cavan oğlan yaxınlaşır bu qıza, ayaqqabını verir və deyir, bunu boyayarsan. 500 rupi də çıxardır, pul verir qıza. Qız baxır, bu böyük puldur. Deyir, onda siz gözləyin, mən gedim bu pulu xırdalayım, sizin qalığınızı gətirim. Oğlan tez deyir ki, yox, mənim vaxtım yoxdur, ofisə gecikirəm və oradan uzaqlaşıb çıxıb gedir. Səhəri günü oğlan yenə 2 cüt ayaqqabı gətirir, verir qıza ki, al bu ayaqqabıları da boyayarsan və bir miqdar para da verir qıza. Qız deyir, yox, sən dünən mənə 500 rupi pul vermişdin, bu pulun artığıdır. Uzadır oğlana, gəl bu pulu, pulun artığıdır. Oğlan deyir, yox, mən sizə 500 rupi pul verməmişəm. Mən dünən sizə 20 rupi pul verdim. Və o əlindəki pulu da verir qıza, tez oradan uzaqlaşıb çıxıb gedir. Səhəri günü oğlan yenə deməli 2 cüt ayaqqabı gətirir qutuda, verir qıza ki, al bunları da boyayarsan. Və oradan uzaqlaşıb çıxıb gedir. Oğlan getdikdən sonra qız qutunu açır, görür qutunun içərisində çoxlu miqdarda pul var. Qız tez bu pulları götürüb raketində gizlədir ki, oğlan qaydanda bu pulları ona versin. Oğlan günortadan sonra qayıdır, dostu ilə qayıdırmış. Qayıdır ki, ayaqqabıları götürürsün. Bu zaman qız raketindən o pulları çıxardır, oğlana uzadır ki, al bu pulları, bu pullar sən mənə verdiyin qutunun içindən çıxıblar. Bunlar sənin pullarındır. Oğlan tez üz-gözün bozardır, deyir, yox, mənim pulum olmayıb o qutunun içərisində. O pullar mənə məxsusdur. Pullar sənin pullarındır. Tez bunları deyib, ayaqqabıları götürüb dostu ilə oradan uzaqlaşır. Qız sevincinin həddi hüdudu olmur, az qalır ki, göylərə uçsun. Dostu oğlana deyir ki, sən niyə belə elədin? Axı, o pullar sənin pulların idi, sən niyə o pulları götürmədin? Deyir, yox, o qız çox kasıb qızdır. Onun anası mənim ofisimin yanındakı xəstəxanada xərçəng xəstəliyindən yatır. Bu qız bu ayaqqabı boyamaqla onu heç cür müalicə elətdirib, əməliyyat elətdirə bilməyəcək. Ona görə mən o pulları ona verirəm ki, o anasının xəstəliyin müalicə elətdirə bilsin, əməliyyat elətdirib sağaltsın. Gör, elə niyə verirdin? Elə aşkar şəkildə verərdin də. Deyir, yox, əgər mən ona o pulları aşkar şəkildə versəydim, qız o pulları götürməyəcəkdi. Çünki o qız çox qürurlu qızdır. Ona görə mən bu pulları bu yolla ona ötürdüm ki, o anasının müalicə elətdirə bilsin. İndi qardaşlar, insanlar içərisində belə oğullar da var. Allah onlara çoxlu pullar nəsib etsin ki, belə ehtiyacı olan insanlara əl tuta bilsinlər. Diqqətinizə görə çox sağ olun, minnətdaram.